Hörmətli tamaşaçılar, son günlər sosial şəbəkələrdə və bəzi informasiya platformalarında Gürcüstanın adını yaxın şərqdə baş verən gərgin hadisələrlə əlaqələndirməyə çalışan müxtəlif videolar və paylaşımlar sürətlə yayılır. Onlardan birində iddia olunur ki, güya İsrail Gürcüstanda hərbi qüvvələrini toplayır və ölkəmiz hansısa geosiyasi qarşıdurmanın yeni iştirakçısına çevrilir. Bugün çok önemli bir bilgi geldi bana. Bunu huzurlarınızda hem de bizi izleyenlere de bir şekilde arz etmek isterim. Gürcistan üzerinden, bakın Gürcistan üzerinden birileri İsrail'den Gürcistan'a deniz yolu ile, bakınız İsrail'den Gürcistan'a deniz yoluyla ne intikal ettirmek istiyorlar? Mobil füze taşıyıcıları. Hatta ekrana da getirebilirseniz yaklaşık Hemen 21 ton ağırlığında yaklaşık 10,5 metre boyunda bunlar hava savunma füzesi taşıyıcıları. Bunlardan 7 adet var. Bunları kim? Gürcistan İsrail'den nereye intikal ettirmek istiyor? Kendi ülkesine intikal ettirmek istiyor. Peki bu taşıyıcılar, mobil taşıyıcılar neyi taşıyor? Spider füze sistemi. Kim üretiyor bunu? İsrail üretiyor. Bir mobil hava savunma sistemi bu. Qafqaz Türk Media olaraq sual verirəm. Bunun sübutu hardadır? Gürcüstan hökuməti belə bir qərar qəbul edibmi? Müdafiə Nazirliyi və ya Xarici İşlər Nazirliyi bunu təsdiqləyibmi? İsrail hökuməti belə bir açıqlama veribmi? NATO və ya digər beynəlxalq təşkilatlar bu barədə rəsmi məlumat yayıbmı? Cavab çox sadədir, xeyr. Deməli, söhbət təsdiqlənmiş faktdan deyil, cəmiyyətə təqdim olunan boş iddiadan gedir. Bəli, İsrail mediasında Gürcüstanın gələcəkdə dünyanın bütün aparıcı müsəlman ölkələrinin, o cümlədən də Türkiyənin, Azərbaycanın, Pakistanın və digər ölkələrin də qoşulacağı Qəzzada mümkün beynəlxalq sabitləşdirmə missiyasında iştirak etməsi ilə bağlı danışıqlar aparıldığı barədə məlumatlar dərc olunub. Lakin bu xəbərlər heç bir halda İsrail Gürcüstanda qoşun toplayır və ya Gürcüstan müharibəyə cəlb olunur kimi nəticə çıxarmağa əsas vermir. Təəssüf ki, informasiya müharibəsinin əsas silahı da məhz budur. Bir cümlə, bir emosional video və heç bir sübut olmadan milyonlarla insanda yanlış təsəvvür formalaşdırmaqdır. Ancaq bir şeyi unudurlar ki, bizim dövlətimizin xarici siyasətini sosial şəbəkələr müəyyən etmir. Gürcüstanın təhlükəsizlik siyasətini YouTube videoları və TikTok paylaşımları formalaşdırmır. Bu qərarları yalnız Gürcüstan dövləti verir. Gürcüstan işğalçı Rusiyadan başqa bütün qonşularına sülhməramlı siyasət yürüdür. Bugün Gürcüstan haqqında yalan məlumat yayanlar sabah başqa bir mövzuda da eyni üsula əl atacaqlar. Ona görə də hər birimiz informasiya təhlükəsizliyinə ən azı sərhədlərimizin təhlükəsizliyi qədər ciddi yanaşmalıyıq. Biz emosiyalara deyil, faktlara inanmalıyıq. Gürcüstan müstəqil və suveren dövlətdir. Xarici siyasətini də, təhlükəsizlik strategiyasını da yalnız öz milli maraqlarına uyğun müəyyən edir. Heç kim sosial şəbəkələrdə yayılan manipulyativ videolar vasitəsilə ölkəmizi hansısa müharibənin iştirakçısı kimi təqdim edə bilməz.